Bu videoda astral dərəcədə söyüş mövcuddur. Əgər söyüş görmək və eşitmək sizi narahat edirsə, videonu dərhal bağlayıb getməyinizi tövsiyə edirik. Əks təqdirdə etdiyiniz seçimləri məsuliyyəti ilə sizi baş-başa buraxıb videoya başlayırıq. Pul, güc, şan, şöhrət, hamısı bir quldurun əlində idi. Amma o, asılmamışdan qabaq dedi ki, xəzinəmə sahib olmaq istəyirsiniz? Elə isə pox yeyirsiniz və quldurlar dövrü başladı. Yığışdıq dörd qardaş, gedək dənizə, gəlirik kəndimizə, girək evimizə, bir tikə. Çıxdıq biz yola, sürdük dənizə, orada qəşəng qızlar gülümsəyəcək bizə. Bizə deyirlər dənizdəki quldurlar, çünki torpaq üstə rahat yaşamağa qoymurlar. Gəmimiz yaranıb ki biz sürək, hamımızda var şir kimi ürək, gəl burada girək. Yığışdıq dörd qardaş, gedək dənizə, gəlirik kəndimizə, girək evimizə. Qaydırıq biz pulla, alarıq sonra, ondan hamıdan bir tükə. 4. İlk Kenan gitti. Hamıya salam. Geldim. Aleykümselam. One Piece Roleplay'in Salam, ikinci aleykümselam. bölümünə inana bilmirəm ki, ikinci bölümə eyni sastavla çəkə bilirik bu gün. Yəni həqiqətən özü Yo, yo. bir şeydir. Mikrofonu vereyim. Buraları kəsəcəyim indi həqiqət təbii ki. İyi. Bir dənə bir mahnısını da qoşaq bunun. Tamam, Manus. Mavi Zəhli. Hər vaxtınız xeyir olsun. Mən bir... Cana, ay Cana, Hə. Cana, Hə. ay Cana. Saqqalını axirət edir. Sağ ol qardaş. Axirətə qədər saxlamışam. En normal yayıma qoşulan adam Kenan idi. Normal danışmaya başlamıştı. Yusuf Çin'e ne elədi? Sıçdı. Fotonu saf soktu. Eyvallah, o biz öyrəşmişdik. Okey, xahiş edirəm hamı sakit Sağ ol. olsun. Mən danışmağa Hə, başlayacağam indi. Yaxşı, Deməli. mən onda səs. Mən buradan istəyirəm bu character sheet var idi burada, cheat sheet. Onu da açım bir dənə. O da gözümün qabağında olsun burada. Götür qavanda olsun. Sən nə danışsan ki? Ne? Brad, aqil olan yerdə sən necə daha pis zarafat eləyə bildin yəni? Necə bacardın bunu? Hə? Yuxudan Benim başım tutmuşam, doldur qarışıq. vardı. Benim başım karşıladı bu eləsinler. Okey. Brad, belə bir şeylərə yol vermə də aqil yəni. Sən burada niyə qoymuşuq? Okey. Bunu qoy çıxım. 7 rəqib peyda olur, Agil. Bu da qalsın burada belə. Tamam. Növbəti bölümdə nələr baş vermişdi bir xatırlayaq. Özət keçək. Bir də bu One Piece-in Növbəti yoksa keçən bölümdə. keçən Deməli- bölümdə. Düzdür? One Piece previously Muzik. Deməli, previously music. Hə, bir geçen də sefer tapdım. nə baş verdi? Biz bütün Evet. komanda olaraq yığıldıq gəmiyə və maceramıza başladıq. Qaçdıq və başladığında Okey. gəmiyə mindik, qaçdıq. Bu deyil, bu deyil. Bu Sözlük deyil. davana getdik. Odur da maceraya başladıq yəni. Qaçdıq deməli şey, maceraya. Ve o zaman Özü- karşımızda Özü nəyə Kenan- görə? Bir də külçəyə görə. Deməli, hə. Aa, bu deyil. Külçəni kim atmışdı ortalığa baxışıda? Kim atmışdı? Kim? Agil. Onun Ona görə- rekordu yoxdur. Pula görə hamını satan mənəm, amma külçəyə görə Agil gedir. Sırf o mahnının istədiyim mahnını tapanmadım da qalsın gələn bölümə. İndi bunu qoyuram indi. Okey. Keçən bölüm dostlarımız getmişlər Sabodedə bir dənə barda.
Kapitan Zoroğlanla onun ən yaxın dostu, adı nədir sən? Namiq Loğman. Namiq Loğman getdilər Sabotda bir barda özlərinə təzə tayfa rekrut eləmək üçün insan axtarırdılar və bu yerdə nə baş verdi? Təbii ki, bəzi vəziyyətlər yaşandı və onlar komandaya Yusifin canlandırdığı Nosu karakterini və Kənanın canlandırdığı sənin karakterin adı Farel. Nemo Di Farel karakterini necəsə Adı Di ailəsindən Nemo Farel. amma bu zamanda düşmən də qazandılar. Marinləri də əsəbləşdirdilər, bir neçə piratları da əsəbləşdirdilər və hal-hazırda son olaraq qaldıqları yer bir dənə pirat gəmisi ilə üzbəüz gəlmişdilər və bu pirat gəmisində özünə ürək deyən və tayfasında sən ürəksən brat deyən bir adamla qarşılaşmışdılar. Onlara özlərini tanıtmışdı və burada sonlanmışdı. Qaldığımız yerdən başlayacaq. Okay. İndi istəyirəm qaldığımız yerdən başlayaq. Bir dəqiqə. Hanı o ürək? Ürək buradadır, hə? Gətirdim ürəyi. Ürək, sən ürəksən Hə, bura. sən ürəksən brat deyən. Neyse ben. Abi, adam gəlir deməli. Sizin qabağınızda dayanıb təbii ki. Öz gəmisindədir, amma öz gəmisindən sizin gəminizə baxır. Deyir ki, indi bildiniz mən kiməm. Bundan. Ay, sağ ol, xoşum gəldi səndən. Uşaqlar, Orada mirasi nüansı var. Mən kiməm, mən heç kiməm. onu sən keçən O dəfə də səslənir. elədin. Aqil. Hə. Deməli, Eyni zarafatları Ya, yadımda qarşıdan öyle. təkrar eləməyək. Qulaqət qardaşlar işlətmə deyir sahib. ki, icazə verin sizə özümü təqdim edeyim. Deyən görüm, açın bu adı neydi ala bunun qoy. Unutmuşam adını. Kapitan ürək. Hə. Xeyr. Hə. Abi, Xeyrullah. kapitan şey deyir, tanış olun. Hertullah. Mənim adım Hertullah. tanış olaq. Mənim adım kapitan Tarieldir. Mən Doflamingo'nun ürək piratlarının yeni kapitanıyam. Yeni başçısıyam. Məndən Da qabaq- Flamingo'nu Hə, Don Quixote Doflamingo tanıyırsan. yok kardeşim Loydu. Ürək kapitanları Loydu. Hə, Sen Lo- safsan. Mən öyrədirsən, bura kiməm mən? Ben kime? Sən o böyük burnumu sən hər yerə soxma, bax. Lo əvvəl idi. Lo ayrılıb bu dəqiqə. Onun yerinə mən gəlmişəm. Amma narahat olma, sən yəni Lov kimi bir adam istəyirsənsə, yəni eynisini yaşada bilərəm sənə, yəni elədiyi şeyləri. Qardaşım, gedin o biri tərəfdə girişində bir-birinizə. Hə. Deməli, Məqsədiniz nədir? Nə istəyirsiniz ki? Fikirləşmək. Qısaca bu dənizlərin palajeniyasına biz baxırıq, müəllim. Sən bilmirəm kimsən. Amma ki, Hansı dənizdən? Burada neçə dənə dəniz var? burada neçə dənə dəniz? Deyən görüm, yanındakı. Neçə dənə dəniz var burada? Nəsə dəxli yoxdur. Hamısına biz baxırıq. Qulaq. Denizden bağışlayın. Mən elə bilirdim yonkalar baxır. Ya bizə qoşularsan, yonkalar baxır. Hansı yonka baxır hə bura? Mən mala kay orada nə kim var orada? Burada Kaido nə? Kim var? Elə bir Azərbaycan zəng girib menecer soruşdu. Qulaq. Kaido da özümüz küdü, narahat olma. Qulaq. Yaxşı, gəl onda belə bir sən- sual verim. O mənim kapitanımdır, mən onun vəkil kimiyəm. Belə bir sual verim də. Sizin O bu mənim dənizlərə planımdır. baxmaq üçün, tutaq ki, sizin komandaya qoşulduq. Maliyyə dəstəyi hardandır? Amma bizim Kim maliyyə- var? Yəni bizə gəl, Biz birbaşa bizə Kim gəmi verə kim arkamızda biləcəksiniz. dedi? Qardaş, sən Bizə deyəsən- gəmi verə Sən biləcəksiniz. deyəsən bu dənizlərə təzə çıxmısan, xəbərin yoxdur. Yox. Sənə bir vaxt dedim ki, Aha. Don Quixote do Flamingo dedim. Yəni sənin xəbərin yoxdur yəqin kimdir o. Oradan Mənim kimdə doğru. o? Sənin niyə xəbərin yoxdur ki? Hə? Sənin xəbərin niyə olmamalıdır? Bax sən marin deyilsən köhnə. Mən köhnə marina, mənim xəbərim var, o xəbəri yoxdur. O Hə. mənim dostumdur. Yəni sən məndən niyə soruşmursan? Abi Yazıqdan. o hə də yanındakindən soruş da. Deyim də, soruş deyim lan. Don Quixote do Flamingo, Kaido'nun Joker'i ve onun bütün yeraltı qara pullarını yuyan adam. Bak bu adam da onun kapitanlarından biridir. Yəni quru təmizləmə işlədirdi o. Kuklalardan biri, kuklalardan biri, kukla. Başa Yok, düşmədim. kukla değil. Alet. Kukla değil. Alettir de. Başa düşmədim. Sən Matago dedi Bellamy kadın. bu, Bellamy sən qondu kimə belə. kukla deyirsən? Hə. Kukla Sen Bellamy neden? Kuklasan da. Mənə Onu deyirsən. yəni kukla. çox Sən- üzr istəyirəm, Love müəllim. Bir dəqiqə, Tariel Love
nəysə adını da Tarix. qarışdırdım. Tarix müəllim. Bir dənə üzr istəyirəm. Bu Nosu müəllimimizə biz keçən dəfə bir miqdar pul vermişdik ki, sussun. O niyə danışır? Mən şey eləmirəm. Çünki pul O bəs eləmir. pulu alma... Bu Həmişə belə olmaz. pul Ben qardaş. sana- lazımdır. Yox, Belə bir dəqiqə olmaz. Mənim də gözlə. adamlarım var. Mən ondan Yox, mən hayır. ondan soruşdum ki, sən nə Abi, qədər tuta bilərsən? Tariyel əsəbləşir bu dəqiqə. Şey deyir, Hə. deyir ki, kapitanımız kimdir o danışsın da, mənim də arxamda adamlarım var. Mən bu dəqiqə istəsəm Sən elə bizim kapitanımıza çatmaq üçün elə bizi keçməlisən elə. Elə bizi keç görə kapitanımıza da biləsən. Qəşəng. Kapitan razısan müəllimlə? Nə deyirsən? Qəşəng söhbət elədi. Hə? Razıyam belə, amma bizi poxa salacaq. Sən sus. Okey. Niyə? Sənə pul verir. Gəl belə deyim də, Tariyel, ay Abi, Tariyel. Tariyel, Mamik gör nəyə. gəl belə deyim də. Biz sənin kapitanınla danışmadığımız təqdirdə sən bizim tüm komanda ilə danışarsın. Gözdə şey deyir ki, Osman Belə, gəlir belə, buradan. mən- Osmanı da Mənim göstərir uşaqlıq sizə, ya. dostumdur. Osman var altı Os- komanda. Hə, Osman görmür. yan görəsiz indi. O get Osmanlı çağır, odur Tariyel müəllim. Sizin Osmanlınız budur. Abi, görürsən bu dəqiqə Osmanı? Hə? İndi görürəm. Osmandır, hə, Ostramandır. Ay bləv, nə zarafatlar da kişi. Nə zarafat. Osmanı Sən görürəm. bura sırf bu zarafata görə bir dənə fate point xərclədim. Osmanı görürəm. Osman ilə kimlərsə dalaşmaq istəyirsə əgər, biz bura Os- bizim Nemo Difareli rahat Ha, olaraq mütləq, verə bilərik. mütləq. Osman bu Mütləq. dəqiqə sən nədir belə? Hə. Kimdir bizə söz deyən? Nemo müəllim, buyur. Hə, dürsəmi görə bilər, dürsəmi. Nemo müəllim qılıncı ilə bunun Hmm. sinəsini deşər. Deşər keçər. Hə, brat. Okey. Sonra şey deyir, kapitan ürək Tariyel oradan belə eləyir. Deyir ki, Rəfiqə bax gör nə deyirlər. Sonra Rəfiqə də gəlir abi. Rəfiqə də belə bir qızdır deməli. Oo, Rəfiqə maşallah var. Hə. Ay, Kapitan nə olan Bir dənə- yersə ki. Bir dənə sakin. Rəfiqə atdan Bir dənə Agər sakin. Rəfiqə neden üstündədir? Mənim komandam Rəfiqə neden susun. Hə, sən də sorğulama da 2 dəqiqə. Mənim komandam sussun. Hə. Rəfiqə ilə özüm danışacağam. Abi, kapitan Tariyel oradan deyir ki, yo, Rəfiqə Rəfiqə danışmaq sənə- üçün birinci gərək mənlə danışasan. Yaxşı. Danış gör. Prosta bizim bir dənə icazə versə mən kapitana bir dənə qırağa çəkeyim. Ay, Rəfiqə Uşaqlar. deyil, o qızlar deyil, başı valladırlar sən. Rəfiqə əslində oğlan deyildi, belə çox şeylər. Rafiq imiş 100%. Uşaqlar, mən pis adam deyiləm. Deyil, Mən pis adam deyil. yeyən deyiləm. Mən adam vuran deyiləm. Mən çox optimist bir adamam, pozitiv bir adamam. Nuş İstəyirəm olsun. hər şeyi danışıqla həll eləyək. Amma ki, Çox Sən gözəl. danışan da Sırf oxşamırsan. sözlüyüm. Mənim Sən tayfam danışman biraz- halini oxşamırsan. Mənim tayfam biraz başdan qırıcadır. Yəni, Bizdə hamı ondan 5 bitər. o arxadakını görürsüz bir də. Arxadakını da göstərim sizə deyə. Deməli, abi, arxadakı hanı hə o? Rəfiqənin arxasında qaldı. Deməli, bura, arxadakı dediyi də budur. Ya. Belə bir qaqaşdır. Deməli, Allah Naruto, sən qaqa. Mənim- Paralel evrənlər. abi görürsüz ki, bu adam belə səhər bu kapitan danışandan bəri söhbətə girmir. Prosta əlində bir saatı var, ona baxır sadəcə yəni ki. Hə. Yəni ona baxır ki, gözləyir o saat böyük ehtimal nəsə bir vaxt gözləyir. O qutarsın yəni ki, şey eləyəcək də. Nəsə eləyəcək. Onu görürsüz yəni. Aha. Onu hiss Amma edirsiniz. re eləyir də, məni görüb Nemo difar eləyir, re eləyir orada bir dənə. Nə? Re eləyir də, reverse bilən eləyir. Görür ki, qabağında Nemo Difarel var. Ondan daha güclü biri var. Heç nə eləyə bilmir. Sən elə düşünürsən, brat? Okey. Balıqların həmişə şey olsun. Şey, Balıqların həmişə şey uşaqlar, olsun. nəysə, zarafata buraxaq. Sizə son dəfə deyirəm. Ya bizə qoşularsınız, ya da ki, gəmimiz, tayfamız, əlimizdə olan hər şeyi biz alacağıq. Seçim sizindir. Bizim kapitan korsanlar kral olacaq. Sən kimsən ki sənə qoşulaq? Hə, bir dəqiqə deyəm. Mən korsanlar kralı olmaq deyil, mənim məqsədim. Sən niyə hala vursa bir-birini? Mənim məqsədim krallıq qurmaqdır. Hə. Kral olursan da yenə də.
Bunu dünənləri almış komandaya. Bu niyə bu qədər çox danışır bizim adımızda? Bura öz aramızda həll eləyin yəni. Mənə dəxli yoxdur öz Agil, komandamız. Loğman. Pulumu ver, susun. Sən sustu. Pulumu ver, Vaz, pulumu ver. istəyirsən tayfanı bu dəqiqə Pul dog. dağıda bilərəm. Gələn pul sessiondan dog yəni bilər. təzə tayfa ilə başlayarsınız. Vəbşə bilirsiniz nə var? Dava istəyirsiniz, hamı dalaşmaq istəyir. Davay. Mən bu komanda üçün çox güclüyəm. Okay. Allah yaxşı da dalaşma davaya sən izin verdim. Girişin. Okay, bura sən elə deyirsən, yəni kimi oradan şey deyir. Ürək şey deyir, ürək tariyel deyir ki, Bundan. hə. Bundan. Yəni Bəyəm. sizdən yəni gözləmirdim belə bir şey, amma ki yaxşı ki döyüşməyi seçdiniz. Uşaq var, əylənəcək belə. Osman deyir, hə. Əyləncə. Falan belə deyir abi. Okay. Mənə deyin indi qardaşlar. Valla mənim. Aha. Mənə deyin qardaşlar, kim başlayır? Mən təbii ki tullanıb da dirsəyə vura-vura başlayıram. Tullanıb dirsək vurursan, hə? Hə, gəmidən atlandım o başa gəmiyə. Dirsəyimlə belə hazır vəziyyətdə bank təpəsindən qoyuram başlayıram. Dəliyəm Kim? axı gicəm belə ağıl yox. Kimə vurursan, brat? Elə birinci buna da başlayıram da göydən tullanıram. Kapitana vurursan, Kapitana da dəliyəm başlayır. okey. Dirsəyinlə qoyursan, hə? Onunla da başlayıram ki. Gəl sənə bir dənə şey eləyək, ataq. Kapitana dirsəklə qoyulmaq. Tamam. Tullanıb qoyuram. Mənfi Gücü də var ha. Deyən görək. Sən gücün neçə idi, brat? Gözlə baxaq nasıl. Gücüm şeydə adı idi. Gəl baxaq da, brat. Sənin gücün 0 idi mənim. Var idi. Və Şey var idi, əzmi. plus 2 oldu. Elə bil ki 0. Müəllim, sən tam olaraq nə oldu bu dəqiqə? Sənə sadəcə gücə plus 2 verirdim mən dirsəkdən. Bu da mənfi 2 atdı. 0 oldu. Elə bil ki şey oldu. Belə Qarşıladı da zərbəni elə. yox, qarşılaya bilmədi bura. Sən gedib dirsəklə qoymaq istəyirsən belə. Yolda görürsən ki belə halsızlaşdın. Halsızlaşdın belə Dirsəyə qırılır. qanın düşdü elə bil ki, belə yıxıldın yerə. Başa düşdün belə tam yanına yaxınlaşanda. Belə halsızlaşma gəldi sənə. Bu şey də ürək də sənə baxır ki, mən ürəyəm, brat. Yadından çıxartma. Mən bundanam, brat. Hə, Yadından çıxarma. Kimə verirsən qardaşım şeyi? Deməli, mən Bir neyim? dəqiqə. Hə. Şey eləyə bilərsən amma, necəsə aspektlərdən istifadə eləyib nəsə bir şey ata bilərsən, yox. Məsələn şey var burada, nə qədər çox, o qədər poxsan aspektin var müəllim. İstəyirsənsə tam belə göydə klonlana bilərsən. Klonlanırsam, onda dirsəklər çoxalır da saya. Hə. Gələ tullanıb göydə elə bir dənə İstəyirsənsə klon bura. istifadə edeyim. 5 dənə klon istifadə edeyim. 2 Yox plus abi, 5 dənə. tullanıb göydə 5 dənə klon edəcəm. Elə beləcə tullanan yerdə gördün ki müəllim, sənin belə qabağındakı hiss elədin nəsə olur güya. Şey kimi eləyə bilərik. Dur da teba. Sən təcili klon yaratdın özünə. Bu Attım onun qabağına. Hə, bu adam zaten halsızlaşdı, düşdü yerə. Digəri ilə amma digər klonundan bəlkə vura bilərsən. Deyən görək. Bir dənə də atıram sənin üçün. Yaxın feytmi işlətməyin baş-başına. Baş-başına şey işlətməyin. İşlətməyəsən? Hə, okey onda. Ya, ya. Sən orada yıxıldın, qaldın orada. Tamam. Kimə verirsən sıranı bura? Sahib var, Aqil var, Kənan var. Kimə verirsən sıranı? Məncə Mişali ilə bir şey eləyənməz oradan. Nə deyim? Hə? Şey eləyə bilər, nə eləsən? Aqil eləyə bilər, nə eləsən? Okey. Bir şey nəzərə alın ki, mənim döyüş gücüm yoxdur ya. Yəni mənim gücüm 1-dən 1 də deyil. Mən sadəcə qıraqda gəlib araşdırma aparıram. Yəni mən kəşfiyyatçıyam. Yəni mənə yalandan buf verməklə öz döyüş gücünüzü və yaxud da döyüşdə qalibiyyət ala biləcəyiniz şeyi minimuma indirirsiniz. Məncə də. Bro, Burada sahib getsin də. mən sizə gərək Yəni, deyim, mən sizə demədim, yəni ki, elədiyiniz hər action'ın məsələn çətinliyi neçədir gərək deyim sizə. Deyəcəm bundan sonra. Okey. Kimə verirsən Murat sən? Kimə verirsən? Kənan qalır da, Kənan qalır. Okey, Kənana verdim bura. Kənan nə edirsən? Deməli, mən Vəziyyət bu neyim dəqiqə ya? budur. Bu getdi dirsəyi ilə vurmaq istəyən yerdə düşdü yerə, yıxıldı, halsızlaşdı birdən-birə. Çox gözəl.
Mən bir dənə Santoriyu çəkirəm. 3 qılınc da məndə. Aha. 2 əlimdə, bir dənə burumda. Aha. Santoriyu ilə bu əlində ağ saç var idi, əlində 2 dənə xəncər olan. Osman. Görürəm. Hə. Osmanlıdır. Hə, Osmana. hə, onu götürürəm, hücum eləyirəm. Okey. Osman yox, o burası, Osman demək, burasını deyirdi. Osmanlı deyir. Osman demirəm, qardaşım. Ağ, bir də var. Hə, bax bu, Var sarı da. aşağı. Naruto yox ya. Hə, Naruto yox. Okey. Naruto yoxsamıraq bu qardaş. Hadi Oxşayır, oxşar. oxşayır. Neysə. Bu deməli 2 dənə qılıncı var da, bu qılınc istifadəçisidir. Mənim marağım çəkir ki, bu yaxşı qılınc ustasıdır. 3 dənə qılıncımı çəkirəm. Elə bir 2 dənə qılıncı ilə qarşılayır, amma burnumdakı zərbəni qarşılamır. Burnumdakı qılıncı. Ya bunu Kenan, götürəm, Kenan. Cana, Bir dəqiqə, Cana, Kenan. qardaşım sən nə edirsən? Onun addımını sən deyə bilmərsən. Sən Kenan. öz addın bu de. Onun Cana, addımını sən mənə qəhrəman birinci deyəcək, de onu ki, nə edirsən? Bax sənin eləyəcəyin 2 şey var. 1, hücum Qardaş eləmək. deyirəm sənə. 2, 2, create an advantage. Bir üstünlük yaratmaq düşmənə qarşı. Necəsə, yəni aspektlərindən işlədim. Hal-hazırki ortamın Deyil də. aspektlərindən falan işlədərək. Çox gözəl. Mən onu demək istirdim. Mən atletikdən istifadə edib, Okey. atletik gücümdən. Okey. Onun hücum çəkirəm. Tamam. Gəl sənə zərbə ataq onda. Məndə atletik səhv eləmirəmsə 4 idi. Səndə güc 4 idi Murad. Atletik 3 idi. Okey. Atletik səndə 2-dir. Yox, hala atletik 0-dir səndə. Abi məndə ola bilməz atletik. Keçən səfər Atletik, atletik 2-dir. Okey, İki 0 deyirəm də. 2 Ola abi. bilməz. Okey. Müəllim, sən indi tam bir dənə shiftlə elə bəlkə Okey. Müəllim, sən Santoriyu belə eləyib hücum eləyirsən də ona, düzdür? Aha, Burnundan. bəli. Okey abi, sən buna hücum eləyirsən. Bu yəni soyuqqanlılığını qorumağa çalışır falan. Amma ki, sən gəlib buna hücum eləyəndə tam belə görürsən ki, Brad. O sən necə Brad? Sən buna hücum eləyən yerdə burnundan falan görürsən ki, geri çəkilir, bir dənə qılıncı ilə saxlayır belə səni. Çünki Brad, bu adamın şey var, shield var abi. Shield'a plus 2 verir buna müdafiədə. Gözlə görüm. Söz soruşmaya. Hə, bir dəqiqə. Brad, normalda Söz sənə soruşum. boost verəcəkdim, amma ki, Para yəni, çalışar. adam özünü itirsəydi, şoka düşsəydi boost verəcəkdim, amma ki, indi verə bilmirəm, 0 atdım deyə. Söz soruşum bir dənə. Hə, ikimiz də bizən nə? Bir dəqiqə bura qoy səndən təsəvvür edirəm. Brad, ikimiz də şey oldu, da bilmir. O belə baxdı ki, bu güclü adamdır, bunu ciddi almaq lazımdır. Sən də baxdın ki, hə, bu güclü adamdır, bunu ciddi almaq lazımdır. Okey, Qarşılıqlı Brad, bir şey məndə yaşadınız. zərdə çıxdı. Zərdə çıxdı, düzdür. Ha can? Məndə zərdə neçə çıxdı? 0. Ha, okey. Mən nə edirəm? Gördüm, okey də bu güclü adamdır. Atletik gücümdən keçirəm gücümə. Gücümü istifadə edirəm. Brad, sən istəyirsənsə aspekt falan şey eləyə bilərsən, yəni. Aspektimdən deyirəm. Dəniz mənim müttəfiqimdən istifadə edib, elə bil Ay ki, sağ ol. Mən dənizin gücündən biz gəmidəyik axı. Hə. Dənizin içərisindəyik. Aspektimdən istifadə edirəm. fate point Və bunu- xərcləyirsən. Okey. Ha, fate point yaxşı. Okey. Tamam. Okey, mən çıxdım onu Brad. Okey. 0 olanda fate point problem çıxartmır. 0 olanda artıq sənin gərək aspektlərin sənə trouble yaratsın ki, fate point qazanasan, yəni Ha, problem okey, yaratsın ya. sənə aspektlərin. Hə. Hə Brad. Sən gəbəli, sən dəniz mənim müttəfiqimin də aspektinə istifadə edib, elə bil ki, şey edirsən. Fishman şey istifadə edirəm. Fishman Hə. karateyini elə bil ki, gücləndirirsən dəniz dalğalarına falan gücünü. Brad, bunun shield-i şey eləyə bilmir, icazə verə bilmir abi. Deməli. Görürsən ki, sənin bunun shield-ı var idi belə bu qılıncı ilə falan, amma sənin bu Əslində vuruşun onda qılıncını qırdı bunun. Abi, əslində bunun shield'i şeytan meyvəsindən qaynaqlanır. Bir səndə su da şeytan meyvənin şeyidir, düşmənidir. Bunu zəiflədir. Abi qulaq, bunu deməli bu biraz zəiflədi sən deyən kimi bura. Baxdı ki, yəni şeydir də, yəni bu adam ciddiyə alınası adamdır falan. Səndən biraz qorxdu Brad. Yəni ki, sən bunu arası yaz Brad. Sən bu sənin aspektindir, free aspektin. Bu adam səndən qorxur bu dəqiqə. Bunu işlədə bilərsən gələndə. Gələn round işlədə bilərsən. Okey brad, amma mən bu adamı kəsəmirəm. Bir dənə zərbə də buraxamıram, ancaq qorxur məndən belə.
Bir dəqiqə sən mən sənə deyim, brat. Ən azından bir dənə Zoro kimi iz qoyum da bunun bədəli. Brat. Sən bunu kəsmək okey, gəl belə eləyək. Bunun neçə stresi var idi? 2 stresi var idi. Sən 0 deməli, sən oradan elə bil ki 4 vurdun sən buna. Bunun 2 shield'ı şey oldu. 2 də okey. 2 stres. Okey, brat. Elə bil ki Söz soruşum da, ben söz soruşum da. Haycan, soruş. Bu şeyin Farel'in öz orijinal şeyi yoxdur ki, Zora'nı kopyalayır. Santorion'a. Brat, döyüşün ortasında bunu fikirləşsən bir dəqiqə. Zoro 3-cü Hə. qılıncı ağzımdan saxlayırdı. Mənim birbaşa burnum qılıncdı. Əslində mən güc olaraq Zoro'nun üstüyəm. belə Abi, desəm. sən karakterin Zoron falan tanımır. Klas. Deməli, Yox, İlham Ya var, Santorio'su- o- Kənan, kimə verirsən sırabı? Mən zərbəni vurduğumda qaqa nə oldu? Vurdun, Sən vurdun. demək Vurdun abi. Yaralandı da. Çalxalandı, bir çalxalandı. Okey, yaxşı. Hə, Mən sahib sual səndədir. verirəm kapitanımıza. Mən kapitanın gücünü öyrənmək istəyirəm. Kapitan, sən bəlkə şey eləyəsən, Allah. ulti atasan origami ilə. Oydu. Qəşəng tema. Hələ ora girmək istəyirəm ki, mən bir dənə origamini özdə Sən bilsən Şeydə elə bura, pep. 7-yə qatlananda belə şey olursan da, sənə elə bir aspekt əlavə eləmişəm. hə, Haki ilə də gücləndirə bilərsən onu. haki ilə də gücləndirək. Rəqibim kim oldu? Gəl mənim rəqibim bu qızdan nəsə maraqlı qalmışam. Mən rəfiqi. Rəfiqə belə istəyirəm, buna parxodza da eləyirəm döyüşün ortasında. Ay belə, o kapitan indi. Hə. Ölmədin də. Oruclu bu nə? Orucu atmışam, iftar eləmişəm qardaşım. Sakit. Heç nə. Dəxli var. Bunun buna deyirəm, ya səninlə dalaşmaq istəmirəm. Ben centilmenliyim. Gedə bəlkə mənim kayutamada da. Elə deyirsən alar. Həyatım o. Tanmırsan ha. Utandırıyorsunuz o deyəndə. At görün bir dənə Divisioniya. Divisioniya neçədir bura? Divisioniya şeydi də, uyum idi də, düzdür? Hə, Divisioniya. Hə, 1. Divisioniya 1. Divisioniya mı var? 0 düşdü abi, yəni Heç o deyil. Apartullah. Bir dəqiqə bura. Hə. Yəni bu Apartullah. bəlkə bir başqa bir şey də bura işlədəsən, yəni nəsə bir Ecazkar bir şeyler. Sərtləşmə hakisi istifadə edir. Bax, buna görə yəni qız lazımdır bu komandaya. Deməli, heç nə müəllim. Baxırsan ki abi, qız sənə baxır ki bu xiyardır, bu niyə mənə tərkib belə bir şey təklif elədi, amma şey də sezirsən ki, yəni qız səndən belə biraz maraqlı, yəni cəsarətli adamdır. Yəni durduq yerə, yəni döyüşün ortasında mənə belə bir şey demək, yəni qızı bir şey eləmir. Aha. Qız səndədir bu dəqiqə. Yəni biraz kartlarını düzgün oynasan qız səndədir. Bu belə bir Naruto'dakı Haku var idi, o çıxır. Hə. Ay sağ ol. Okey. Sən Aqil nəsə bir şey eləyəsən, eləməyəsən. Mən yox, mən elə qıraqdan baxıram. Çünki mənim ortalığa girəsi bir şeyim yoxdur. Döyüş Hə. desən sıfırdır. Maksimum heyvan yoxdur ortalıqda ki, mən o manipulyasiya edim, mənə lazım olan məlumatları. Ha, bir dəqiqə gözlə. Bunların gəmiləri vardı. Onsuz da mən də ki 2-3 dənə sıçanla danışıb bunların gəmilərin altdan həll eləyə bilərəm. 3 dənə sıçan tapırsan brat. Ya bir dənə sən desəm yerdə qalan hamısını idarə edəcəklər. Sən məzləmsən deməkdir. Okey, resursdan at. Bu nə komanda? Resursun neçədir? Resurs at bir dənə. Resursun neçədir? Resurs məndə 2-dir. 2-dir. Okey. Hə. 2. Yəni 2 xaldır da məndə. 2 pas. Üzərinə 2. Abi, görürsən ki orada 3-4 dənə sıçan var. 3-4 dənə sıçan tapırsan abi. Varı dəqiqədən 3-4 dənə sıçan. Yəni gəlib yanlarından nə deyirsən bura sıçanlara? Tam zilaceta. Hə? Mən onlara iş təklif edirəm, yəni qarşı olur. Mən onlara deyirəm ki, onsuz siz burada qalsaz, onların məqsədləri gəmilərini xilas etmək üçün sizi öldürməkdir. Hə? Bizim demək biz sizdən tərəfik və siz əgərlər sağ qalmaq istəyirsinizsə, yəni birinci ölmək istəmirsinizsə, onların gəmilərini batırmalısınız. Və sizi bizim gəmimizə dəvət edirəm. Onsuz da zaten onlar o gəmini batıranda özləri də o gəmi ilə bir yerdə batacaqlar. Yəni bizim gəmiyə də keçə bilməyəcək. Pendir Abi, zat tək. Sən pendir desəydin məncə həll eləmişdin söhbəti. Bunlar heç bir başa düşməzsən. Nə Yaxşı. qədər? Abi, Yəni qısa
Qardaşım, Qısa okey, kontekst, sən bir amma deyim ki, sən bir təbiət deyirəm adamısan ki, deyə, Hətta mən onlara deyirəm, yaxşı sən dediyiniz üzərindən getsə, yəni sən teorimdən getsə, mən onlara təklif edirəm ki, əgərlərim siz o gəmiləri batırsaz, məndən sizə bir aylıq pendir tədarükü nəqdi var. okey, abi, 4 ton bığda, 4 ton bığda da. abi, canlar bunu eşitdirlər, başladılar. Cik, o buna deyir, bu ona deyir falan, davay, getdi. Bunlar gedirlər gəmini batırmağa abi. Amma Şöyle bura. pirat qardaşımız nə edir? Ürək qardaşımız təbii ki əsəbləşib abi, belə eləyir. Bu dəqiqə vəziyyət nədir? Deyim sənə. Kənanın şeydir. Nemo ilə Nosu bu dəqiqə onların gəmisindədir. Sahiblə də kapitan Zorovlanla da Namik öz gəmilərindədir bu dəqiqə. Bu belə eləyir, belə. Uşaqlar. Elə bil ki siz başa düşmədiniz. Mən səhərdən sizə deyirəm ki, mən ürəyəm deyir və görürsən ki, biz hər necə birdən-birə belə başlayır belə görürsən üzü falan qızardı bunun. Bütün bədəni qıpqırmızı oldu. Sonra da belə bütün bədəni qıpqırmızı oldu və gəldi Kənanın üstünə belə deyir ki, ürək kombosu deyir, bir dənə 2 dənə vurur sənə bura. Sən mənə bir dənə defend üçün at da mənə atletikdən at. Sən atamırsan da mən atıram deyəm. Həmişə yazılır. Bir dəqiqə ya, bu komandada məndən başqa güclü adam yoxdur. Oy belə. Bu nə komandadır? Mən Bakıda Əslində var. sahib də güclüdür, Nosu da güclüdür. Prosta bunlar abi. Yəni sahib qıza patxod elədi. Nosu da ki çox abi zərin çox pis gəldi. -3 gəldi zərin. Yəni yerə. Sən ürəyin getdi, düşdün dənizə. Bir dəqiqə, Atletikin sənin neçədir, Nemo? Gözlə görüm, sən Atletikin 2-dir, -1 gəldi deyək də. Abi, yəni sən bu zərbəni alırsan qardaşım. Heç gözləmirdin deyə birdən bir o adamdan. Bir dəqiqə. -1 çox aşağı deyil. Mən bayalar 2 vurmuşdum. Adam ancaq qorxmuşdu. Zərbəni yemədi. Mən niyə -1-lə? Qardaşım, çünki şeylər var abi. 0 -1 söhbəti deyil. Orada əlavə olaraq məsələn bunu eləmək üçün sən 2 və daha yuxarı atmalısan kimi şey var. Başa düşdün? Sən 1 və daha yuxarı atmalısan. Elə söhbətlər var burada. Birinci bir dəqiqə. Onu da mən hesablayıram ancaq. Abi, sənin zaten physical stressin baxıram ki 6-dır da. Sən bunu yeyirsən brat, bu zərbələri yeyirsən. 2 dənə zərbə yeyirsən, tamam mı? Amma yəni normalda qardaşım istəyirsənsə 2 zərbə yeməmək, konsekvenslər var burada. Sənin bir dənə mild konsekvensin var, bir dənə moderate, bir dənə severe. Mild yəni ki belə yüngülvari bir konsekvensdir. O döyüşdən sonra sıfırlanacaq. Moderate şeydir. Bu bölüm bitənə qədər sənin üzərində qalacaq bir təsirdir. Bir də severe var. Severe'dəki şeydir. Bu oyun bitənə qədər sənin üzərində qalacaq bir təsirdir bu. İstəyirsənsə 2 dənə stress box'u şey eləməyim, sənə birbaşa mild consequence verim. Mild bölümün sonuna qədər, yoxsa bunun sonuna qədər? Döyüşün sonuna qədər. Döyüşün sonuna qədər problem deyil. Amma brat, sənin 6 dənə stress box'un var. Yəni ki bu yazdığın 3 dənə var, bunun 3 dənə var. Başa düşdün? Səndə 6 dənədir qardaş. Sən 2 dənə verdi. 2 dənə stress yeməkdən sənə heç nə olmaz. Okey. Bu mən başa düşmədim abi. Bu niyə görə dayandı ki? Dayandı. Mahnıda yandı ona görə. Nəysə, sənə lupa qoydum abi. Sonra qardaşım Osman gəlir belə baltasında belə şey deyir belə. Axır ki əyləncə deyir falan və təbii ki kimə hücum eləyir? Yusufə. Ölü. Nasıl ya? Tariyə. Nosuya hücum eləyir təbii ki abi. Görüm. Abi, sənə indi defend üçün zərə atacağam. Bu baltadan qaçmaq üçün qardaşım. Sənin boostun var idi, yox idi, sənin boostun yox idi. Bu baltadan qaçmaq üçün 2 və üzəri gəlməlidir səndə. Plus 1 gəldi. Atletikim yoxdur. Atletikin yoxdur. Yox. 0'dır brat. İradəm var. 3 iradəm. Hə. İradə necə yəni brat? Üzərimə balta gəlir yəni. Division yəni. Dözümlüyəm də. O balta yeyirəm amma dözürəm.
Iradə məndə də vardı. Brat, Döyüşün neçədir döyüşün canım? brat, Atletikin əgər şeydə, yəni o gələndə qaça bilərsən və ya gücdən də istəyirsən sənin üçün şey eləyə bilər. Döyüş 4-dür. Döyüş 4-dür. Döyüş Gücün 4-dür. neçədir bura? Güc yox. Güc yoxdur. Bir dəqiqə, qəhrəman, qəhrəman, ay qəhrəman. Ayca. Məndə plus 4 güc vardı da mən niyə atletikdən istifadə elədim bayaqları? Sən özün- Nədə brat? Hücum O eləyəndə. sənsən də. Hə, brat, hücum eləyəndə atletikdən istifadə eləyirsən, o başqa şey. Bu dəqiqə bu özlərinə gələn baltadan son anda qaçmağa çalışır deyə atletikdən. Yox, istifadə edir. bax qardaşım, mən qaçmıram da, gücümü istifadə edirəm, bloklayıram. Hə, Zərbəyə qarşı zərbə. Sən güclü istifadə edib bloklayırsansa, okey, onda sən şey eləyək. Məndə Stres boksunu doğru təmizlə göstər. istəyirsənsə. Aha, abi mən indi kompüterdə deyirəm, telefondayam. Okey, okey, mən təmizləyərəm sənin üçün. 6 Sən- dənə stres boksun var. Nə istəyirsən qardaşım? Hə. Abi bir gələcəkdə lazım Abi, olar. misal üçün, bu adam bir dənə şey giydi bu dəqiqə. Bir dənə zərbə aldı. Brat, Nuş olsun. sən nə elədin? Demək ki, gələnə yaxın bura, balta gələnə yaxın. Belə tam qaçınmağa çalışdın. Amma ki, bədənini qaçırtdın, amma çiynin qaldı belə. Çiynimə dəydi biraz, belə çiynimi tutarsan belə. Çiynimə bir zərbə aldın. Və ya brat. Olarsa min ətağa. Okey. Yox, hayır, bir şey eləmədi. Yəni çiynimə sadəcə zədə aldın yəni. Problem bir şey yoxdur burada. Okey. Və keçirik şeyə. Təbii ki, bu qardaşımıza. Bunun adı nə idi? Onun adı nə idi Allah deyən görüm. Adını unutdum amma mən. Onun adını eşitməmisən, onu öyrən. Hə, bunun adı Murat. Adını siz bilmirsiniz də ona görə demirəm heç. Onun adı Naruto. Əsas məsələ o öz adını bilir. Özünü tanıyır Özü ümumiyyətlə. bilir abi, özü bilir. Qardaşım, Amma bu da təbii ki, kimə məni- hücum eləyəcək, Nosiya hücum eləyəcək. Baxır ki, belə, amma təbii ki, səndən qorxur da bu dəqiqə, bildin də. Səndən qorxur Aydın. deyə şey alacaq biraz. Sən bunun hücumunu blok eləmək üçün Murat, elə şeydir, 0 atsan bəsdir yəni ki. Abi mən tavamdan istifadə edirəm. Tava. Məndə tava da var. İstifadə eləyib blok eləyirsən Murat. Ha, bura. Nosiyə Okey. gəlməsin hücum. Okey. Sağ ol sən, komanda Sıfır yoldaşlarım. düşdü. Abi var. Paul Çələ. da Paul yoxa sənə hücum eləyirdi Murat. Abi Mənə sənə- yox, Nosiyə edirdi. Sənə hücum eləyirdi, sənə elədim. Sən Nosu dedin ona görə. Hə, çaşdım, Nosu çaşdım. dedin. Çaşdım. Sənə hücum eləyirdi abi. Sən belə qılıncını gətirib sənə vuran yerdə tavanı belə çıxartdın, tavaya dəydi. Bir dənə danq elədi falan özdəki. Danq eləyən kimi də Murat, bilsən nə oldu? Bunun belə başı belə. Bu dəqiqə başı gücəllənir. Bu da sənin aspektindir Murat. Bunu da işlədərsən. Bu xiyar oldu ya bu. Çox pis oldu ya bu karakter. Hə. Okay. Halbuki çox cool yaratmışdı Hə. da onu. Keç. Olur da bura, oyunda belə olur qardaşım. İndi yazmırıq ki bir nə baş verəcək. Keçdik Rəfiqəyə. Abi, Rəfiqə də atlanırsın gəmiyə. Gəlib sahib belə deyir sənə deyir, olar sənə toxunum. Wow. Oh my god. Əri səni dəcə. Yəni bir də mən baxım görüm nədən istifadə edə bilərəm ki. Qılıçdan var. Baxın belə ki, sənin nə qəşəng əzələlərin var. Olar toxunum sənə, toxunmaq istəyirəm. Mən də Tema- tema bacarığımdan At istifadə görüm, edirəm. at görüm tema tutmağı. Sadəcədir tema. Abi, Hə, Hə, at görüm. Neçədir tema tutmaq? 3-dür məndə. 3-dür. evet. Mənfi 2. Oy belə. Mən fikir 1. edirəm. 1. Yox, Abi. tapaqdırlar. Abi, sən necə qərarsız qalırsan, amma deyirsən ki, bilet, yəni qız mənə toxunmaq istəyir. İndi ayıb olar. Başa düşdün? Ya bu dəqiqə əslində sən iradədən atsan daha yaxşı olar Zəri. İradədən atım yaxşı. İradəm 2. Yəni iradən 2-dir, okey. Gəl bir dənə ataq. Bura, iradəmi qoruyub saxlaya bildin. Dedin ki, şey deyirik. Okey, bu dəqiqə başa düşsən ki, qız sənə yəni xeyrə toxunmaq istəmir. Bəli. Roleplay-i elə bir dənə. Ona görə yəni roleplay-mi edim deyəndə yəni ki neyini hərəkətimi deyim də. Hə. Nəysə mən bir dənə origami düzəldib qıza göndər. Origami düzəldirsən bura.
Origami kağızda şeyindən istifadə edirəm, origami hədiyyə edirəm qıza da. Gəl sən Avtobus- arqam Ürək. versən tak 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 bir də çıxartdın belə evlənmədən olmaz. Ürək forması, ürək Hə, forması. hə. Okey abi qəşəng. Bəlkə bayaqki təklifimi bir də düşünəsəniz. Abi bu dəqiqə qız yəni ki səni beynində tamam başqa yerə qoyur. Deyir ki bu adam deyir mənim ətrafıma o bir şey var ya bu qız şeyləri, beyni Hə. fikirləri. Bu adam yəni evlənəcəyim adamdır falan kimi. Başa Hə, düşdün? One Piece tipində qızlar var. Ay, sağ ol. Ay. Şey kimi düşün o Bu puding. Hancock kimi belə də. Puding şey Sanjini falan düşün elə elə bir şey gəldi Hə. bir dəqiqə bu flashback sat. Belə Hə. Ay sağ ol. Bu dəqiqə elə oldunuz. Və sıra keçdi Nosuya. Aha. yazıq Nosu, yazıq Nosu. Okay. Nosu bayaqdan ikisi ilə dalaşır. Kapitanla və bir də şeylə, nədir o? Osmanla. Sıra keçdi Allah. Nosuya və Nosu. Görüş, Nosu hələ hücum eləməyib. Nosunu mən qurtarmışam. Aha. Nosu deyir mən kişiyə. Nosu Hə. Nosu bu nə sualı aspektlərimə baxım. Nosun burada nə vardı? Nosu pula görə dostlarını satır. Pula görə dostlarını satır. Amin. Amin. Nosu deyir ki, Nosu vəziyyətdən çıxmaq üçün onun biraz fırlaq işlətmək istəyir. Deyirsən mən biraz pul ver, mən dəymə demə. Mən dostlarıma sənə zəif yerlərini deyəcəm. Zala. Hə, anladın da bunu biraz fırlaq işlədir. Kimə deyirsən? Şeydən nədir o ürəyə. Ürəyə, okey, tarih elə. Hmm. Tamam. Sən mənə bir dənə at da bir diviziyaya. Diviziyaya neçədir? Diviziyaya nə qədər yazılır? Uyum. Uyum şeydir məndə. 2-dir. 2-dir, okey, ataq. Plus 1 gəldi, yala. Uy belə. Üç. Ya. Bir dəqiqə. 3 ilə şeylədin hə sən? Uy da, yala. Okey. Plus 3-lə bura. Abi, deməli, sən bura bunu o qədər razı saldın ki, düz uşaqlar şey. Qəşəng tema. O tərəfdən şeyə deyir ki, Osmana. Osman, bunu qoru. Bu bizə lazımdır. Osman qayıdır baş üstə müəllim. Bu sənin aspektində bura. Osman səni qoruyur. Sən bunu harasa yaz. Keçən müvəqqəti bunlara tərəfə. Hə. Osman səni qoruyacaq bura. 2 dəfə işlədə bilərsən bu aspekti fate point xərcləmədən. Sən onu yaz arası. Keçən bunlar tərəfə. Osman məni qoruyur. Yadıma saxlayıram, Osman məni qoyur. Okey. Tamam. Qəhrəman, onlar öz yerlərində olsun. Gəl bir də mənim aspektimə qayıdaq. Mən axı siçanlara tapşırmışdım, axı onlar gəmini bura. Gəmidən neçə gəmidəkilər kimləri idi? Biri Nosu idi. Hə. Düzdür. Nosu bildiyimiz Nosu hansı idi? Bir Nosu Yusuf da birisi idi. kimdir? Kənanla Yusuf. Mən vardım, bir saniyə, bir saniyə. Bura, Mənim belə hal-hazırda problem yoxdur. Bir Mən saniyə. deyirəm, Gəmi mən parkda belə. Mənə fərqi Bir dənə yoxdur. Mən gözlüyün də bir imkan verin, kartımızı oynayaq da. bu dəqiqə Bir dəqiqə gözləyin. Gəmidə Farel var, Nemo di Farel. O şey eləyib. Gəmidə bu dəqiqə bu birisi o qaqaşların adını bilmədiyimiz qaqaşla əlbəyaxadır, qılıncla döyüşürlər falan. Bu Hədə dəqiqə onlar Osman- əlbəyaxa olsunlar. Onsuz da gəmi batanda. Onlar ikisi də belə də Farel onsuz da Nosunu dənizdən çıxardacaq. Çünki biri ümumiyyətlə su adamıdır, o birisindən ki fərqi yoxdur. Meyvə yemib bişirəm. Yemişəm, meyvə yemişəm. Adi fərq eləmir də sən meyvə yesən belə onsuz da səni Farel çıxardacaq da, ölməyəsən ki. Nosunu qoruyur, brat. Biz onsuz da bu mübarizədən sıçanların xətrinə və bir aylıq yalandan ortaya su attığımız pendir bahasını aradan çıxırıq. Və bu ilə də Abi. düşmənin bütün gəmilərini batırırıq. Osman Nosunu qoruyur zaten. O tərəfdə də bu qız var idi. Qız sizin gəminizdədir də. Gəmidə siz gəmidə 3 nəfərsiz, o birisi gəmidə 5 nəfər kimi düşün. Hə, sən nə edirsən? Sənin sırandır brat kimi düşün. Əslində qəşəng təmadır. Onda belə eləyə bilərik də. Məsələn, deməli Nosu ilə Farel aradan çıxır. Qız bizim gəmidədir, düzdür. Qız sizin gəmidədir. Bizim onsuz da tayfada qız yoxdur. Mənim də məqsədim o qızı bu tayfa. Sən bu dəqiqə şey aspektindən istifadə edə bilərsən. Qız bu dəqiqə sahib haqqında daydream zad edir. Başa düşdün? Yəni oturub şey eləyir. Qızın fikri səndə deyil. Evlənəcək. Ondan istifadə edə bilərsən bu dəqiqə.
Okey onda mən qızım məndə o fikrin olmamağından istifadə edirəm. Aha. Deməli, qızım fikrin məndə olmağından istifadə edərək mən öz nə? Səndə olmamağından, səndə deyil qızın fikri. Hədə məndə olmağından istifadə edərək Məndə Ağır, axı- başqa bir söz deyəcəm. Bir dənə söz deyəcəm. Sahibin həyatı boyu bircə dəfə qızı etkilədiyi durum oyunun içində. Hə. Neyse, Agil davam elə sən. Mən Yusuf'a sonra cavab verəcəm. Hə, brat, söhbət elə. mənim əsas üst skilllərimdən biri var da. Nədir onun adı? Mən belə deyək də gözlə bir dənə. Gözümdən yaş Telefonla gəldi. telefonla girməyin o şeyini zəhləm gedir. Qardaşım, gəl mən sənə deyim də nələrim var sənin. Səndə bu dəqiqə bu vəziyyətdə eləyə biləcəyin, kəşfiyyata heç vaxt yox demərəm deyib qızı kəşf edirsən. Yəni sən hər şeyin düzünü bilirəm aspektini oyadıb, yəni şey eləyə bilərsən, yəni nəsə bir demagogluq eləyə bilərsən və ya bu dəqiqə bura botanik kamuflajın var sənin. Kurtkandan istifadə edib qızın arxasına keçib onu gizlincə şey eləyə bilərsən. Təcavüz eləyə bilərsən. Ay. Mən bu tayfaya belə GM'li eləmək istəmirəm. Sən Yaxşı, belə yığmısan deyək də. Mən birincisi, mən onsuz da belə deyək, təbabət çantamda onsuz da istənilən bitki var. Mən birincisi kamuflaja ehtiyac yoxdur. Mən o kamuflajın əvəzinə qızı bihuş eləyəcək bir dənə qəşəng bitki tozu çıxardıram və hansısa bir içki. Qızı içki təklif edirəm. Onun içərisinə uyuşdurucu bir nəsə bir şey atıram. Qız orada çezir qalır bizim tayfada. Əlini ayağını bağlayır, atırıq ora. Bizimkilər ilk gəlib açırsan çantanı, Savaşın ortasında içki. qızı. Elə bil ki, huşunu itirəcək bir şey, bitki çıxardıb şey deyirsən, hə? Hədə mən qıza elə içki təklif edirəm ki, yəni sən əgərlərin bizim bura durduq yerə. Savaşın ortasında içki. Ala yox da. Ala qızın fikri sahibdədir. Hə. Başa düşdün? Bu da naşatırla gəlir, arxadan qızı tutur, qızın qoxusu qafamı udur, huşu gedir. Mən də qıraqdan fırlanıram. Bir tərəfdən özümü istisirəm. Bir tərəfdən də bildirmirəm də. Yəni onsuz da bu adamın fikri məndə deyil. Mən də yaxınlaşam, arxadan öz həmləmə edirəm də. Qızı çezləyirəm, uydururam, belə deyək. Okey, brad, ona heç zər atmam, eləyirsən onu. Çünki çox rahat bir şeydir bu dəqiqə. Yəni onu eləyə bilirsən abi. Qız yəni gəldin arxadan tutdun qızı, qız getdi yəni bu dəqiqə. Qız özündə deyil. Hədə qız getdi, qız bizdədir. Hə. Bizimkilər də o ərəfədə gəmidən çıxıblar. Gəmi yerbəyerdir. Gəmi gedib, gəmi yoxdur. Okay, Mən bir dənə feytimdən istifadə vermək istəyirəm Bura feytimdən. sənin sıran deyil bu dəqiqə. Bu dəqiqə sahiblə Kənan sırasıdır. Hə. İkimizdən biri. Abi kim sahib Kənan? İkisindən birini seç. Nə üçün? Davam eləmək üçün. Okey, onda mən keçirəm sahibə. Sahib, davay. Nə edirsən, brat? Demək bizim Sahibəmiz olmasan da sahib kimi Ayda, danış. sahib zarafat dedim axı edilməsin, brat. Dedim də. aqil bir insan. Bundan sonra sahib zarafat eləyən bir dənə fate point xərcləsin. Demək bizim gəmidə qızdır, aqildir mənəm, düzdürmü? Hə. Kənan oğlu gəmidə tək qalıb. Qız gedib buradı. Qız zaten şeydir. Qız gəmidə Qızın əlin qolunu bağlayıb atmışıq zilzəmiyə. Hə. Hə, başlayırıq brat. Davam. Bircə saniyə, Bu döyüş niyə bu qədər uzandı ki? Bunlar 2 nəfərdirlər də onsuz. 4 nəfər idilər brat. 3 nəfər qaldı. Bir saniyədə biz macəramızın ən başında bu qədər net çəkilişdə gör sonlarında nə edəcəyik? Abi, söhbət topda. Qardaşım, One Piece istəyir. bu elə belə adam deyil prosta brat. Bu yəni Doflamingo'nun Lovun yerinə gətirdiyi adamdır. Başa düşdümü? İlk başda bununla qırışmağımız düz deyil. Onda biz 4 bölmə final Sən nəyə eləməliyik. görə? Çünki qoy izləyici başa düşsün ki, sizin güc səviyyəmiz nə yerdədir. Başa düşdün? Bəli. Hə. Biz izləyiciyə deyirik ki, biz Davam edirik. Davam edirik. Vəsə. Oyun məndə idi, düzdür?
Yox, Kənan deyirəm. Mən deyim. Demək tema belə idi ki, demək Kənan qalmışdı o bir gəmidə, Aha. rəqib gəmisə. Yusif də keçmişdi, Nosu da keçmişdi o tərəfə, o şey. Aqillə biz də qızı rəfiqənin əl-qolunu bağladıq, atdıq zirvəyə. İndi vəziyyət belədir ki, biz bir tər bu bizim qılınc balığımızı oradan götürməliyik. Plus da elə bir şey eləməliyik ki, Nosu da qayıtsın komandaya. Yəni biz onun üçün də biz Sən nədən istəsən Murad. Nosu qayıdacaq özü. Nosu Nosu qayıdacaq özü. Sən bu dəqiqə fake atırsan, yoxsa həqiqətən onların tərəfinə keçirsən qorxudan? Məncə fake atır. Yox, fake atmışam. Mən fake'imdən işlədib oradan qaçacağam mən özüm. Okey. Sahib, sən isə bir dənə temanı tutmağı at da bir dənə. Gör Elə onu istəyirdim deyim ki, yəni Yox, temanı yox. tutmağa ataq bir dənə. neçədir temanı tutmağa? 3-dür. 3-dür. Gəl ataq. Mən plus 1 4. Siz bir şey yaddan çıxarmısınız ha? Yəni ki, bilirsən necə? Abi, konkret başa düşürsən ki, hə də bu adam fake atdı bu dəqiqə. Hə. Yəni Ona görə də, də sizin tərəfinizdə onu hə. anlayırsan və sənin elə bil ki 3 shift yuxarıdasan deyə brat. Sənə gəl bir dənə də aspekt verək, free aspekt oyada biləcəyin. Yəni sənin də aspektin budur ki, brat. Yəni Osman şeyləyir, Nosunu bu dəqiqə qoruyur da. Hə. Amma ki, yəni sən Osmana nəsə eləsən bu dəqiqə, Nosa elə bil ki şey eləyəcək. Arxadan kömək edə Eynən. biləcəkmiş kimi falan belə bir şey, belə bir Eynən. aspektin var sənin kimi. Atdıq da getdi. Hə də bu da belə bir aspekt. Eynən. Elə onu istəyirdim deyim ki, bəs Okey. mən temanı tutmuşam ki, Nosu əslində bizim tərəfdə sadəcə özünü elə bilir. Ona görə də güya Nosunun üzərinə atlanırmış kimi eləyirəm. Aha. Kağız hakimlə belə də kağız keçmək bacarığım var da Paper mənim. cut. Okey. Paper cut. Paper cut hakimlə plus 2 verir o da mənə. Okey. Aha, onu Atletikdən? şey eləyirəm. Atletikdən yox, gücdən istifadə eləyək də. Gücdən. okey. Yox, döyüş var burada. Action. Hə. 3-dür o. Sən də verirsən də kağız meyvəsi, paper cut deyib belə şey deyirsən, o sözlərin dilləri bir. Şey eləyirəm, Nosuya şey eləyirəm, amma Nosu da təbii ki Osman Stankdı nə idi ondan istifadə edir. Osman Hə. qorumaq şeyi. Osman Əksinə onu sən qoruyur. eləyə bilərsən, brat. Sən Nosuya hücum eləyib. Hə də, onu deyirəm. Osman axı Nosunu qorumalıdır. Onu deyirəm də, Tam Osman onu onu fake deyirəm. atıb o tərəfə. Eynən. Mən şey eləyirəm. Nosunun öz ideyası var idi. Firuz, Yəni məhv elədiniz. yəni Nosu da arkada uje fürsətdir də bu şey qalır. Kənan yenə Kənan yenə getdi. Bir saniyə gözlə. Hey. Bu dəqiqə brat. Mənim Aqil iki Ələkbər. deyil. Bir dəqiqə. Kənan 2 dənədir. Aqil Kənana evinə qayıt keçir. Cidden ama. Aqil Kənan həm Aqildir iki də. dənə də ala. Harda görüşüyor? Yəni bu Kənanı silin buradan. Harda görüşüyor? İşte Kənan birini sildi. Sən öldürən Zazada qarşı be. Yayımda problem Hansı yaşamıyorum. Kənan? Söz, problem yoxdur. Sahib sən söhbəti belə. Demək belə, mən Nosuya hücum edirmiş kimi göstərib, əslində Osmana hücum edirəm. Nosu da arxadan Aynen. xahiş edirəm, addım şey verirəm ona, növbəti xodu da gedişi. Arxadan o da Osmana nəsə şey eləsin, biz Osmanı Okey. da aradan çıxaraq. Gücü neçədir brat? Actiondan istifadə eləmək istəyirdim döyüşdən. Hə. Döyüş 3-dür məndə. Döyüş 3-dür. Deməli müəllim. Bir dəqiqə. Plus 2-də Plus şey, 2-də paper cut. Okey. 5-də. 5. Tamam. Ataq görək nə olur. 0. Brat. Sən Sıfır nə mənim. edirsən? Yəni Osmanın, brat. Bir dəqiqə. Hə. İçindən keçirsən. Osman ağzına sıçırsan bu dəqiqə. Deyən ala. Osman, ay Osman. Oy da brat. Brat, Osman sən nə edirsən? Paper cut deyib, brat. Osmanı konkret kağız kəsiyi ilə belə ikiyə bölürsən. Osman yoxdur üstündə. Osman bir tərəf, o biri tərəf, o biri tərəfdədir. Kaptan bu qədər güclüdür. Kaptan bu qədər Kaptan. güclüdür. Hə. Ayda. Qəşəng, brat. Osman heç nə eləyə belə. Osman bir dəqiqə sən qalıb ki, belə nə yaşadım mən amına qoyayım. Qəşəng, brat, Evet, qəşəng. tartışmayız da. Və Hə, no. və bir dənə də boost qazanırsan əlavə olaraq, brat.
Bu dəqiqə kapitan yəni şey eləyir. Osman gözləmirdi belə öləcəyini falan. Kapitan bu dəqiqə şey olub, belə vahiməyə düşür. Nə? Şoka düşüb Ahmet. Şoka düşüb, hə. Okey, Nosus sən də, davay. Nosu bir fırlaq eləmişdi. Nosu hələ meyvəsinin olduğunu deməmişdi orada. Bilmirdilər də şeydə gəmidə. Nosu əslində qaçmaq istəyirdi. Necə? Klomun birini qoymaq istəyirdim ora, eləmək istəyirdim yanına gizlincə. İndi sahibin şeyinə görə dəyişməliyəm o. Ne? Yenə də amma klondan istifadə edəcəm. 100%. 5 dənə klon çıxardacam, 5 dənə. Hamısı özümə denk gücdət də. Hamısı da ağıllıdır. Yəni hələ ki o 5-dən yuxarıda şey oldular da. Yox, elə deyildi Murat. Səndə qardaşım, hər çıxartdığın klona görə də ağlın bir azalırdı. Yəni 5 dənəsə məsələn IQ tutaq ki, atıram. IQ 5 azalır, gücün 5 artır kimi düşün. Hə, 120 IQ var. 5-də normaldır yəni. 5-də normaldır, lap belə gizləmirlər. Elə bir ki, idarə olunmaz bir mal dünyaya gəlir də. Nosun IQ-su o qədər aşağı düşdü ki, danışamam. 10 dənə klona çıxanda elə olur, yəni şey olur. Hə. 10 dənə klona çıxanda da belədir. Hələ ki danışırlar. Hə. Obşim, mən klonlarımı çıxardıram. Baxır ki, bu da meyvə istifadə çıxdı. Şeyə düşür, belə mandraja düşür. Kapitan əsir də görür, kapitan gəldi belə. Nosu, xahiş edirəm. Bir dəqiqə bura. Rəqib kapitanın nə edəcəyi, nə düşündüyü şeyi onu qəhrəman qərar verir. Sən mənə öz addım budur. Öz hərəkətidir. Hə, 5 dənə klon çıxardıram. Kapitanın şokda olmağından, kapitanın şokda olmağından istifadə eləyirəm. Bunu aspekt kimi istifadə eləyib, misal üçün 2 pointda oradan götürəm deyə bilərsən. Aysan. Okey. Bir dənə bir söz deyim. Bayaqdan Qur'ansa qıraqdan baxıram. Bizim söhbətlərimiz şey o qaqa söhbətlərinə dönüb. Allahım, nə var sözdür. Okey abi. One Piece getdi oxşadı tüm söhbətlərinə. Division necə idi sənin? Division palacin. Hə? Uyum 2-dir. 2 10 da üzərinə 2, bura 4. Bizə nə olur abi? Kapitan birdən-birə görür ki, zaten şoka düşmüşdü deyə Osman. Bir də gördü ki, sən 4 dənəsən, 5 dənəsən, deyir ola, nə 320-siz mənə amına falan belə halüsinasiya gördüyünü falan düşünür. Başa düşdün yəni. Kapitan konkret bu dəqiqə özündə deyil. Ondan əlavə Murat. Mən qaldı bir fate pointim. Sən bir fate pointin qaldı. Kənanda da sıra. Yoxsa Aqildədir? Kənandadır. Aqil sıranı mənə vermişdim. Mən Nosuya verdim. Nosu da yəni Kənandadır. Ha. Mən neyinirəm? Bu qorxutmuşdum axı bu adı bilinməyəni mən. Düzdür? O bir gəmidəydim də. Hə. Bu təzə tava ilə qabağını almışdım. Aycan. Hə. Tava ilə qabağını almışdım. Ay sağ. İndi döyüşə davam edirəm. Okey. Deməli nə edirəm? Mənim başqa nə gücüm vardı orada? Bir dənə yadıma salım. Qardaşım, sən daha sudasan birinci. Dəniz var ətrafında. Bu dəqiqə sənə bir dənə aspekt verim, Murat. İstifadə edə biləcəyin bir aspekt. Deyil. Görürsən ki, bu Aqilin sıçanları artıq gəmini dərmədəşi eləyib. Görürsən ki, Murat, sizin o gəminin dekində, üzərində, səthində başlayırsan, görürsən sular var. Ay sağ ol. Mən nə edirəm? Mən götürürəm o suyu, bu şeytan istifadəçisidir, adı bilinməyən. Onu bilmirsən, Murat. Başa düşmürsən onu. Onu başa düşmürəm. Fishman karakterdən istifadə edib üstünə suyu tökürəm. Sulu zərbə atırsan da kimi bir şey. Suda boğa da bilərsən. Suda boğa da bilərsən. Karate suyla zərbə atır. O şey var, Goku'nun şeyi var, Kamehama. Abi, Fishman karakteri səni döyüşdən atıram. Üzərinə su da var deyə, free aspektin də var deyə, 2 də üzərinə gəlsin. Görək necə vurursan abi. Mənfi 1, o da 4. Okey. Abi, deməli şey eləyə bilirsən? Bir dəqiqə, polis içimdə var axı, o məndən qorxurdu. O da səndən qorxurdu, okey. O da 7, bravo. Amma 6 vurursan, okey, bravo. Yəni, sən buna... 6 ölməlidir, yox, cırıq-cırıq olmalı. Onda, Murat, sən əlavə bir dənə boost da verirəm, Murat. Sən görsən ki, sən Fishman karatevi elədin. Bir dəqiqə. Bu adamı... Nə idi, ala bundan, sağ əli, okey. Bu adamın artıq, qardaşım, şey yoxdur. Görürsən ki, bunu aşırtdığın yerə yıxıldı.
Amma yəni sən başa düşmədin. Bu sənin zərbənənmi yıxıldı, yoxsa su dəydimi deyə yıxıldı, onu tam tutamırsan. Yəni prosta yıxıldı adam. Yəni bu dəqiqə döyüşdə deyil artıq aktiv. Keşke Artıq təbii ki məğlub olub. Başa düşdüm. Ölməyib, amma məğlub olub. məğlub olub da, hə yəni. Bir dənə təbii ki tək yəni qalmış olan ürək Kapitan. kapitanı deyir ki mən Tarix müəllimi. mən ürəyəm. Siz buna görə cavab verəcəksiniz. Mənim ürəyimi qırdınız siz deyir və şey deyir abi. Görürsən ki, daha da belə uşaq rəngi qızarmaqdan çox uşaq qaraldı artıq rəngi bunun. Başa düşdün? Və ən yaxınındakı kimdir? Sahibdir. Sahibə bir dənə şey eləyir belə. Sənə bir dənə ürək deyir, belə hücum edir abi. Əlini qoyur sənə belə. Aha. Əlini qoyub bu dəqiqə sənin ürəyimin üzərinə. İndi görək, brat. Sən şey eləyə biləcəksən, özünü defend eləyə biləcəksənmi? Defend nə idi bu? Necə defend eləmək istəyirsən özünü, brat? Aa, Da özümü necə bir daha? Adam gəlib bu dəqiqə dərisi Hə. rəngi qaraldı. Kağızdan qalxanca, kağızdan qalxanca. kağızdan qalxan yox. Kağız ki incəlmək söhbəti var idi axı. Hə, məndə. incəlmə söhbətini eləyirsən abi. Hə. Okey. İncələydə, zərbədən yayına o elə bir küləyə, mənə o küləyə deyir də, yəni zərbəsi dəyə Ya da bilir. bizə necə tam iki əlinin arasında incəlib bunu belə üstüvə gələn Hə. yerdə kəsə də bilərsən, kimi bir şey də edə bilərsən. Mən bir dənə ideya deyim amma sizə. Elə bir şey deyirəm. Mən də ideya deyim. Bu bunda toxunanda kağız kimi dağılır. Hə. Conan kimi. Elə bir şey yox. Conan yox idi Naruto-da. Naruto-da Conan yox. Birdən o Conan kimi deyil də məndə. Məndə Okey abi. idi. Sən indi incəlib. incəlib şey eləmək istəsən, paper cut işlətmək istəyirsən. paper cut işlədi. Okey. Plus 2 verir oradan mənə, Hə. yenə paper cut. Okey. Hə. Gəl vuraq. Döyüşdən də yenə istifadə edirəm də. Bu şu döyüş deyil abi. Bu şu atletikdən vurmaq. Atletikdir. Bəlkə gücdən istifadə edeyim. Çünki atletik sıfırdır məndə. Atletik sıfırdsa bu da okeydir. Sən nəyə? Çünki bu dəqiqə bu adamın gözü dönüb yəni. Sənin zərbə gəlir belə. Yəni Hə? Hə. Okey. Onda plus 2 paper cut. Üzəri də at görə nə çıxır da. okey. Mənfi çıxdı. Ona bax. Mənfi 2 çıxdı. O onu təsirlədi, amma sənin plus 2-də var idi, o free aspektin var idi ki, bu adam Hə. yəni şokdadır da bu dəqiqə. Zərbədən qaça bildim də. Aha. Zərbədən qaçamadın buna. Paper cut elədin. Bu adamı şey elədin belə. Gəldin elə bil ki, tam olaraq belə burnuna qədər gəldi belə, bunu cızacaq kimi oldu. Və amma özün geri çəkdi, yəni ki, burnunda bu dəqiqə yara var amma. Qaçdı da, o da şeydən qaçdı. Mən də belə. Yəni heç heç oldu da yəni. Hə, ziyan vurdun ora biraz, bir damcı yəni. Aha. Hazır. Hə. Sahib səbəb sıra indi elə. İndi Sən məndədir. O boostun da zaman var indi, hə. Davay. boost nəyim idi? Boost Fürsətdən elə bil ki, istifadə. Hədə bir dəfə istifadə eləyə biləcəyim pulsuz bir şeydir yəni. Nəsə bir vəziyyətlə bağlı bir aspektin. Sənin boostun oydu da yəni. Şey kimi. Bu adam bu Aha. dəqiqə özündə deyil. Bildim. Bəlkə empatiyanı istifadə edeyim. Deyim ki, yəni təksən də, yəni komanda yoldaşların şeydir, məğlub olub. Çox çətin yəni ki. Mən sənə gərək bu dəqiqə bu adamı razı sala bilmək üçün, yəni 4 falan gərək atasan. Neçədir Aha. sənin empatiyan? 2-dir məndə. 2-dir. Yoxlamaq istəyirsən biraz. Yoxlayaq da bir bəlkə şey eləyək Okey. də, yəni. Çünki təkdir. Mənfi 1 gəldi, burada da 1. Biz kimi razı salmalıyıq. Yəni nəsə tək bir- qalmısan da, məğlub Murat, olmusan da, Murat. kapitan ola ürəyi. Qardaşım, Yaş- yəni sən 4 demə eləməlisən. Sən bu dəqiqə 1 var əlində. Yəni 3 Aha. bal falan nəsə aspektinlə falan oradan buradan nəsə belə şey eləyə bilərsən bəlkə. Təhrik eləmə məsələsidirsə mən təhrik edeyim də onu. Gəl Onsuz da mən istəyirsən bura, gəl təhrik sənə tövsiyə Tamam. verim bir şey kimi. Aha. Sən köhnə marinsən də bura. Hə. İstəyirsənsə şey elədin, yəni ki mən də köhnə marinəm falan belə, yəni nə bilim ala. Əlaqələr. Yox, o Əlaqələr- heç nə vermir axı. Bu piratdır. Mən köhnə marinam. Yəni dəxilsiz heç nə Hə də vermir. nə əlaqə, orada nə ara empatiya qurursan. Yox. Niyə yalan? Niyə Deyə edə bilərsən ki, bilməzsən? biz də uduzmuşuq, məğlub olmuşuq, şey eləmişik falan. Hə. Biz bu işin, yəni indi bu dəqiqə gəlməmişəm dənizə falan. Ya Bu dəqiqə. şey olar, mən deyirdim ki, yəni empatiya 1 verib də, indi 1 də versə də ona deyə bilərəm, yəni indi o razılaşmaz orasını bilmirəm. Hə. Yəni deyirəm ki, yəni bax, gəmin batır. 2 güclü döyüşçü məğlub olub. Huşsuz vəziyyətdədir. Plus rəfiqəndə atmışıq zirzəmiyə, bizdə əsirdir. Hə. Qalmısan tək. Mənlə bir yerdədir. Mənlə Hə. bir yerdədir. Sən heç nə eləməsən ona, o mənimdir.
Belə eləyir belə. Qızı bir yaxdan pişir, bu Gerçekten. axırda bu da çəkib mənlə. Brat, yəni aspekt maspekt işlətmirsənsə onların heç bir şey yoxdur. Sən zərbə attın. Aspekt Belə eləyir. nə istifadə bildimi? Yox. Cəhənnəmə Aspekt nədir? get falan belə eləyir abi. Bildim. Aspektimdən nə istifadə edə bilərəm? Eləyəmirsən də yəni onda. Yoxumdur da, yəni tarixə marağım var aspektimdən. Ya, Bu tarixlə Bak, bilgimlə nasıl nə bir verir? şey- Nasıl? özünüzü- Nə edəcəksən? Bir şey eləyəsən nasıl? Siz özünüzü niyə yorursunuz? Yəni bir şey ki, bu adam əsəbidir. Bu adamı razı salıb nəsə eləmək istəmirsiniz siz. Bu Nasıl? adamı uydurar da. 5 nəfərə bölünmüsən bu dəqiqə. Nəsə eləmək istəyirsən? Mən mən üçün 5 nəfər bölmüşdüm axı. Hə. Mən bunlardan istifadə eləməliyəm də 5 nəfərdən. 5 nəfərə göndərəm. Olsun bunlar başına xarab olublar axı. Hə. Başlayırlar gəmini dağıtmağa, oran bura şey yelpəyi zadı çel qırırlar, lillər. Sənə başdan çatmır da. Ağıl yoxdur, xaçı yoxdur. Fate point qazanmaq istəyirsən hə bunu? Ha? Bunu fate point qazanmaq istəyirsən hə brat? Yəqin ki də indi. Hə də, O şimdi okey. gəmin biri gəmin yelkəni qopardır, biri gəmin sükanını qopardır. Nə bilim başlayırlar standlardan 5 Tamam tutmuşum. tamam brat. Gəmiyə ziyan vurmağa. Belə eləyir. Okey Ay, abi, mən bir söz deməyə, bu sən bir dənə fate point batırdığımız qazan. gəminin əlində alır istəsiniz. Batırdığımız gəminin əlində alır. Bu Abi bir baş ikincisi bu xarabdır, adam baş gedib. əsəbidir. Baş Baş gedib. gedib. Bildim, mən Başqa sizə Aqil, deyirəm. Aqil Siz qarışma 2 dəqiqə brat. Adam düz eləyir. Dara. Sən bir fate point-ı gözlə sənə verim. Gözlə bir sənə fate point-ı qaytarım özümə. Aga sən dediyin şey məsələn normal IQ-da insan deyər ki, Brat, bu olsun da brat, gəmi boş ver, batır. boş ver. Başa Onun salma IQ-su brat. düşür. Başa salma, Yəni, boş ver. başa- Oyunumuzu oynayır. Mən sonra ha, deyəcəm. işinizlə məşğul olun. Hə. Özüm də nə Sağ olun. edirəm? Özüm də başlayıram şeyə kömək eləməyə, nədir? Kapsanma kömək Sağ eləməyə. olun. Kimə verirsən brat? Məndən sonra kim idi? Aqil qaldı, Aqil. Aqil. Aga sən nə edirsən? Var yaşa, mən baxıram ki, siz heç bir şey yarada bilmirsiniz. Bu adam da getdikcə coşur. Bu adamı da uydururam, yatızdırıram. Ki onsuz da sakitləşəndən sonra istədiyi kimi idarə edir. Əlva O da attım ha. çantaya. Getdim bir Keşatı çıxartdım. Aynen, əlimi atdım çantaya, onsuz da bitki əzməsi var. Nə fərq var? Bir dənə iynədir, yapışdırdım. Aa, okey. Ya, Sən şey- burada atışdan, Qışı- atışın neçədir sən? Hə, bunu bayaqdan Hələ nə bu? Bir yerdə Atış var ki. Atışın atıcılığın sıfırdır brat, amma ataq görək. Ataq görək. Atıcılıq harda Bırak, yola? Hara siz yazılır? bir şeydə nəzərə saxlayın ki, mən kamuflaj olaraq gəlirəm də ora. Valla terrible. Aa, sən kamuflaj geyinmisən indi bə? Mən kamuflaj geyinib ona yaxınlaşıram və yaxından atış atıram mən. Yəni uzaqdan atmıram. Onsa bilirəm ki, mənim atışım sıfırdır, amma kamuflajım güclüdür. Ha, okey. Yəni kamuflajımdan istifadə edib dibinə qədər gəlib adamı yatızdıram. Bilirəm ki, Okey, onsuz bu okey. boylar bir şey edə bilməyəcək. Tamam bro. Biri onda 6 yerə okey, bölünüb eləyirsən. gəmi dağıdır. Eləyirsən abi bu da düşür heç nə. Onda döyüşü bitiririk belə burada. Aha. Brat, nə edirsiniz qardaşım? Heç nə, hamımız gəmiyə qayıdırıq. Gəmini bir Gəmidə axtarmaq olmayan. istəyirsiniz bu gəmisini biraz çıxmamışdan qabaq. Gəmi bata-batdadır, bilmirəm orada. Onsuz da tapsa, axtarış eləsə aqil eləyərdi də, yəni loğmanımız eləyərdi. Yəni mən onsuz da bir dənə qulaq asın söz deyirəm. Mən onsuz da əsas dillərimi işlədəndə mən onsuz da insanlara demişdim ki, sizin daşıya bilmədiyiniz, yəni sizin gözünüzə qeyri-adi göstəricə nə varsa, yəni dişinizlə gəmirə bilmədiyiniz bütün şeyləri daşıyın bizim gəmiyə. Brat, Onsuz da onlar bütün Hələ. Elə şey deməmişdim brat. Atma. Deməmişdi, Sən sonrakı amma işləri yəni bilmirsən. onu eləməyi yəni normaldır, eləyə bilər. Okey abi. Gəl sənin bir dənə resurs Yəni siz- ataq. siz arkada mənim elədiyim işləri Qardaşım, bilmirsiniz. Sıçanlar heç nə tapıb gətirmirlər sənə. Amma əlində bir Əhvəl dənə yox. bir dənə sıçanı əlində görürsən ki, bir dənə Xəritə nə var. deyim sənə, Xəritə yox. Bir dənə Klişeyə qaçmayın. torba kimi bir şey var abi, amma belə şey zərf kimi bir torbadır yəni. Dəridən zərf kimi bir şey. Hı. Gətirir sənə verir abi sıçan. Belə əlində mik gətirir belə sənə verir. Atır qabağa vur. Hə. Mən də onu götürürəm. Görürsən, stabil olaraq yəni orada açıb oxuya bilmərəm. Çünki biri 6 yerə bölünüb beyni yoxdur. O birisi sudan çıxıb, kapitan desən ağzı suludur. Bilmirəm nədir. Beyni qalıb zirzəmidə. Bunlar hamısı gəmiyə yığılır. Hamısı sakitləşəndən sonra açıram onu görürəm ki, əsas bunlar həmin o ürəyin əsas kapitanını buna yazdığı bir dənə məktubdur. Açırsan mən sənə deyəcəm nə var orada. Hə, açdım Hə. məktubu. Açırsan abi, görürsən ki,
Aha. Sizin getmək istədiyiniz istirahət adasına 4 nəfərlik, 1 həftəlik şey var elə orada. Bunlar elə ora gedirlərmiş. Çoxqa var. Hə. Bütöv Kənan, 4 yatarsan nəfərlik. birazdan, Bura, tələsmə. 20 dəqiqə falan bağlayırıq da qardaşım. Yaxşı? Yaxşı müəllim. Kənan, dincəlmə ha. Biz şey eləmirik. Bizim yuxumuz gəlir. Biz Canan, mute atıb sal, gəlmişdik aç. bura. Qaqa, Hə. mən yaxşı yeyib içmişəm. Onu da indi belə yuxu basır məni. Hələ qutarıq. 10 dəqiqə səbr Qutarıq da elə. qardaşım, qutarıq. Yaxşı. 10 Hələ də dəqiqə. bir səsi qutarır. Bura, 10 istəyirsən elə dəqiqə. o adaya gedəcəyimiz yeri istəyirsən belə sürətli keçim, gedin adaya girin birbaşa. Ha, olar qaqa, zəhmət olsun. Okey. Vallahi yuxum gəlir. Allah haqqı. Qardaşım, belə deyim sənə. Ağladı ye. Yaxınlaşırsınız, görürsünüz ki, belə bir adadasınız. Adaya yaxınlaşırsınız gəminizlə abi. Eşək. İstirahət adası. Xoşum gəldi. Qəşəng yerdə. Adaya girməmişdən qabaq nəsə bir söhbət eləyəsən, sahib. Dostlar, bu adaya giririk. Bir dənə qəşəng plan Yox. qurmalıyıq. Yox, nəhayət gəldik, çatdıq. Evet. Nəhayət Yəni də, lazım olan yerə. yəni də var. Buradan ola biraz pulunu artıq verin sussun da, biraz çox danışır. O şey, burada bizim məqsədimiz maestro dayını tapıb nə edəcəkdik biz maestronu? Maestro. Hə, iynə vurmalıdır. Heç nə, buradır. Saldıradı. Bля. Hə. Maestronu tapıb qardaşım öldürmə. Sənin missiyan o idi ki, maestronu tapıb dəf eləyəcəksən, məğlub eləyəcəksən. Aha. Nəticəsində də sənin o gizli kontaktın sənə O'Hara ilə bağlı şeylə Bilgi verəcək. Hə. Eynən, eynən. Aha. Yəni bu məqsədlə də indi qəşəngcə plan qurmalıyıq gələn o həftəyə inşallah. Ki bu adaya hardan girək, necə girək? Ümumiyyətlə əlimizdə 4 dənə bilet var da. Hə. Normal sakin kimi giririk adaya. Özümüzü tam normal aparırıq. Nə kim istəyir? Paltaramızı dəyişirik birinci paltaramızı dəyişirik. Hə, dəyişməyə də bilərsən. Rahat ol. Heç kim olsa biz Yox. təzə piratıq da yəni belə. Hə, rahat gedirik, giririk. Qaynayıb qarışırıq şeyə. Adanı bir Loğman Namik adanı araşdıracaq. Faunası. Bax, indi bir dənə bir söz deyim də. Bax, qəşəng danışırsan, zor danışır. Özün köhnə marinsən, istirahət adasına gedirsən, çox güman ki, səni orada tanıyan ən azı 4-5 nəfər çıxacaq. Tutaq ki, tanıdılar, getdilər hansısa bir quldura dedilər. Gəldilər səni qaşıdılar, nə qarasın? Məntiqlə fikirləş, ola. Buna görə varsan da sən mənim nə üçün varsan komandada? Sən belə bir məsləhətlər ver deyənə var. Birinci sən saxlayıb, birinci sən dayanırsan, mən birinci kəşfiyyata çıxıram oranı. Mən onu heç kim tanımır. Kamuflajla çıxıram kəşfiyyata. Qəşəng gedirəm, içərinə baxıram, eləyirəm. Ondan sonra özümə yer eləyəndən sonra sizə də yer verirəm ki, davay yoxsun gəlin. Ondan sonra gəl hamımız kamuflaj olaq, həmin qrimzat qoyaq, saçımızı alıb bir dəfəlik girək. Sən opşu öyrən, Abi araşdırma bu görə. arada köhnə marin olan bir dənə sənsən. Sən yəni nəsə bir dəyişməlisən, Abi bu marin nədir? Aşağıda bir dənə mən dəyişim də onda da, yəni nə şey deyirik. Yaxşı, gəlin belə qəhrəman. Ha, qəhrəman. Nə bilim, burada yəni belə bir şey çıxartdılar. Yəni normalda bu ada ilə bağlı bura şey kimidir də, yəni marinlər də gəlir dincəllər, piratlar da gəlib dincəllər, belə dincəlmə yeridir. Gəl belə deyim də, bu adam, qulağa söz verirəm. Bu adam köhnə marindir. Marinlikdən çıxıb olub quldur. Bu marin olduğu müddətdə nə qədər quldurub basıb içərir. İndi marinlər də buna düşmandır, quldur da buna düşmandır. Elə şey yoxdur. İndi marin Bu tutsa adam təzə quldur olub bu dəqiqə, yəni ki, təzəlikcə çıxıb. İlk elə qarşılaşdığı piratlar da şeylər idi. Bu ürək piratları. fərq eləmir də. Yəni bu adam olsa quldur da, Quldurlar məni qəhrəman demək istədiyi odur ki, quldurlar hələ mənim pirat olduğumu, quldur olduğumu xəbərləri yoxdur. Onlar məni marin kimi xatırlayırlar. Marinlər də bəlkə də heç mənim marinlikdən istefa verib quldur olduğumu bilmirlər. Brad, yəni səni orada tanıyan bir adam olma şansı, yəni başa düşdün, yəni məni tanıya bilərlər, amma quldur olduğumu bilməyə bilərlər. Bir dəqiqə söz deyim. De. Bax, bura Doflamingo'dur da, düzdür? Yox, bura Doflamingo deyil. Yaxşı, kəl kimi də. O adam söz deyim də, mən danışım. O adam elə bir adamdır ki, maestro elə bir adamdır ki, burada elə bir şey elədir ki, nə marinlər bir kiməsə toxuna bilmir, nə də ki şeylər, nədir, quldurlar marinlərə. Hamı gəlib istirahətinləyib orada çıxıb çöldə danışırlar da. Yəni ora toxunmaz bir yerdə, ora bir şey kimi. Hə. Ora heç kim etmək. Sındım belə toxunamazsan.
Bir dənə zəhmət olmasa sahibə şey elə. Nədir adı onun? Sahibə bir dənə şey at. Adı yadımdan çıxdı. Zər. Kamufliyaja bir dənə zərat görünəksiz staza. Sahibin Sahib, sən kamuflajı kamuflaj- yoxdur ki abi. Hələ Nə yoxdur. danışırsan? Heç yoxdur. Ya məncə lazım deyil. Məncə ehtiyac yoxdur. Çünki Abi, bu Hayır, adam lazımdır, yəni adam lazımdır. Hə. Sahibin kamuflajı yoxdur. Kamuflaj sənin özəlliyində Murat. Bu arada biz qızı neylədik? Qız gəlmir, zirzəmdə qaldı. Qız ha. hələ də Aa, yatıb qız orada, yatdı. Murat. Çox qəşəng, o da heç nə, bomba kimi. Gələn Ay, oyunda qızla- qızla qəşəng söhbət edəcəyik. Qızla Abi, mən qızla maraq həmin- kullanıram. Qərara verin. Kamuflaj Eşitsin. Adaya girirsiniz, Mən də girirsiniz. qızın yanındayım. Biz Qulağa araya söz verirəm. Qız girməyə qulaq asın, planlayaq. söz verirəm. olmur. Qızla həmin o Mənim quldur yanımda, bizim mənim əlimizdən Maestroya yaxınlaşma biletimizdir. Hə. Qızla həmin o quldur bizim Maestroya yaxınlaşma biletimiz. Yəni ki biz Ah. ona Maestroya deyə bilərik ki, yəni biz bunu tapmışıq. Bir dənə Hədə söz qorxuydu. Bura. Bir dənə Adam söz- yığıb bura baskına bura, gəlirdi. bura. Aqəb, Ha aqəb. qardaş. Qız sən Mayes nə əlaqəsi burada yəni? Məndən deyə bilərsən bu Hə, qız evet. Doflamingonun yəni Adamının ürək adamıdır. piratlarının bir üzvü kimi bir qız idi yəni ki. Bunun Maestro tamam fərqli adamdır yəni. Deyirəm ki, qız kimdir? Qız həmin o qaqaşın Ha, qaqaşın ha. yanında fırlanmır. Qardaşım, qız ay bilirəm. Hə. Ağay, dəxli yoxdur o sən dediyin şey. Yaxşı qızı çıxdıq. O birisi də bizim əlimizdə giriş bilet. Əlimizdə Abi, deyil, siz- biz onu məğlub elədik, atdıq onu orada. Bir dənə qız qaldı bizim zirzəmidə. O da yadımızdan çıxdı ki, qız ordadır. Siz əvvəldən qulaq asmırsınız. Deyirəm ki, mən adamı uydurmuşam, atmışam zirzəmiyə. Sən ürəyi də şey, Tariyel də atmısan. Biz siz nə Tariyel qulaq edirsən? asırsınız? Ha qardaş, Demək, okey, Tariyelin də Maestroya dəxli yoxdur axı. Biz təzə başlamışıq da mən bir dəqiqə hər şeydən istifadə edib ora girməyə çalışıram. Başa okey, düşdün? abi. Yəni başa düşdüm, prosta Tariyelin yəni o Maestroya çox da əlaqəsi yoxdur yəni. Maestro üçün Tariyel heç kimdir, başa düşdün? Mən götürürəm Tariyeli, girirəm içəri, deyirəm ki, bax bu adamı mən tutmuşam, necə tutmuşam? Bu adam deyirdi ki, özümlə yığacam bütün əhatəmi, yəni quruqumu. Gələcəm Plan istirahət qurur da, adası hə, basmağa. Hə. Mən də gəmini batırmışam, unutmuşam, gətirmişəm Maestroya ki, bax, sən planları dağıtmaq istəyən adamı sənin gətirmişəm. Bu mənim birinci yaxınlaşma planım. Sən planın budur, Murat. Okey, okey. Bu sən mənim planı tək olaraq içəri girmə planımdır. Okey, uşaqlar, bu plana nəsə bir şey demək istəyirsiniz? Belə maraqlı plandır, amma inanmıram Maestro bunu yeyər. Şəxsən mən yemədim. Amma sən günorta yemək yemirsən. Oruz adamsan. Yəni deyəm bir dəqiqə şeydir, bu gəlmişsən yanıma, ilk dəfə gördüyüm adamsan. Deyirsən mənə ki, bu heç tanımadım, bunu da tanımıram bir adamı. Bəs bu sənə hücum edəcək, mən bunu tutdum, qoymadım, gətirdim bunu. Nə onu tanıyıram, nə səni tanıyıram. İkisinizi də deyirəm ki, atın zindana. Çox Ha. məntiqli deyil yəni. Kənan gözü. Amma burada- Amma burada iki tərəfli gedir. Yəni burada mən haqlı çıxa bilərəm, yəni variantımda. Sən də haqlı çıxa bilərsən. Yəni iki Mənim başlı oynayıram variantımı, burada. yəni mənim variantım ağıl, bir balaca ağlı varsa Maestro'nun, həqiqətən IQ-su varsa, yəni mənim variantımı eləyəcək, sən variantını heç eləyəcək. Kənan, sən Sən- xarakteri nə deyir? Daha Kapitan belə nə deyirsə şey- o deyir, yoxsa belə başqa planı var falan? Amma bir şeydə nəzər al ki, Hazırda amma qız Hə. boşda qalıb da. Ay billah. Qıza divijen Allah, edir. hamısı qıza ilişir, hala dedim. Abi, Hə. ala bir dənə Mən gözlə, bir dənə division bura bax yapıyorum. söz deyirəm. Qəhrəman bir dənə bura bax. hə. Bir dənə bura bax söz deyirəm. Qızla O adam bir adam əgərlərim özünə normal şərait yaradıbsa, o şəraiti dağıda biləcək ən minimal təhlükəyə qarşı həssaslığı var. Yəni bu qalmaz bir faktdır. Mən bu insana deyirəm ki, sənin yaratdığın şəraiti dağıtmaq istəyir də bu. Yəni indi istəsən mənə də ata bilərsən. Ona sən kapitanı razı salmağa çalış, Murat. Mən razı Amma mən də deyiləm. ona deyirəm də elə. Okey, kapitanın razı deyil qardaşım. Ala mənim kapitanımın beyni yoxdur. Nə edeyim Sən qardaşım? öz beynin yoxdur. Real gördün. Sən öz beynin yoxdur. Deyirəm ağzında ki, bax laf gətirdin, tamam, oldu. Mən Maestro'yam. Bax gətirmisən yanıma. Nə səni tanıyıram, nə bunu tanıyıram. Nə ikisini də basmaram zindana. Bastıraram da, mən həssasam tempo ilə belə şey ki, birdən bəlkə yalan deyirsən. Hə, Yusuf Əl. Amma mən Aycan, orada- Murat, de. Elə də qaldırdım.
Okey. Yəni ki, bilirsən, o keçmir. Biz başqa bir şey plan qurmalıyıq. Tamam, sən deyirsən, məni şeydə adada tanıya bilərlər falan filan, kamuflaj olum. Olum, tamam. Bir qrimlənim eləyərəm, nəsə eləyərəm, sənin o kamuflaj Sən şey biqmam olasın. Ya da istifadə eləyərəm, nə bilim, saçım ağdı qara eləyərəm, heç kəs məni tanımaz, nə bilim. Məsələn, elə bir şeylər eləyir də, yəni. Nəzələri inşallah. Axır bu girim belə deyil. Əsas odur biz adaya girək. Sən adanı kəşf elə. Daha sonrasında İnşallah. Kəşflə bir dəqiqə İnşallah. qoy bitirim. Yaxşı. Hə, kəşf eləsən, aramızda ən kəşfiyyata maraqlısı Loğman Namiqdir. Bu kəşf eləsin. Nə bilim, Nosu da 5 dənə yerə bölünsün, 2 dənə yerə bölünsün. O da bir başqa yerləri kəşf eləsin. Nə bilim. Hala o bölünməsin. O bölünsə dağılıb tökəcək. Hə, O nəsə. bölünüb dağılıb tökəcək. Aqil. Brad, 20 dəqiqədə burada sənin nəsə planımın müzakirəsi gedir, Brad. 20 dəqiqədə. 20 dəqiqə. Mən dediyim ən rahat yol idi. Bir dənə Mən missiya dediyim ən eləmişdim. rahat yol idi. Nə idi sənin? Mən dediyim ən rahat yol idi. Mən dediyim. Əl qaldırmaq. Yox, o şey, girirsən ora, yəni toxunulmaz da, orada heç əl qaldır şey Yəni eləmir. sizin invitation'ınız var abi, sizin dəvətnaməmiz var zaten. Hə də yəni də. Heç eləməz də qardaş. Ən məntiqisi budur. Okey. Girirsiniz abi onda adaya. Hamınız. Adaya giririk, amma davamlı yəqin ki gələn verilişə də inşallah. İstəyirsənsə şey edeyim Brad. 5 dəqiqə istəyirsən bunu oynayaq, yoxsa adaya yaxınlaşırsa orada qutaraq. Qutaraq, elə orada qutaraq, eyb yoxdur. Orada Çox uzanır. Abi, Orada. gəminizlə yeni bu resort adasına yaxınlaşırsınız və gəminiz resort adasına yaxınlaşdıqca ada da elə bil ki ekrandan uzaqlaşır və sizin hekayəniz bu günlük burada bitir. Amma Brad, belə bir əlavə səhnə var, qardaşım. Avtokredit. After credit var, ay sağ ol. Deməli, Maestro sən demə bizdən xəbərdardır, bizi gözləyir. deməli görürsüz ki, maestro oturub belə bir adam. Oturub orada elə bir ki öz otağında Aha. belə şey eləyir. Belə, yerində oturub belə. Görürsən ki, Əlində maestro- şərab verir. Abi, əlində şərab falan var belə. Nəsə bir mahnı falan çalmaq istəyir piyayla da. Sonra birdən-birə şey eləyir, başını ora eləyir, bura eləyir, ora axırda belə eləyir. Sakit! Sakit olun hamınız. Belə eləyir. Davam edə bilərəm deyir, başlayır piyano çalmağa belə və piyano çaldıqca da bunda uzaqlaşır yəni ki, belə bir adamdır bu da. Görürsüz bunda. Hə. Hə. Pox olsun. Belə avtokredit olar ya. Nə istəyirdin Brad? Heç də həyəcanlandırmadı. Nə həyəcan? Sən hər zaman ağarmaq istəyirdin. Heç də dedim yəqin indi orada kimsə öldürəcək falan ya da bizdən xəbərdardır Akadırıca, sən demə. Bizi Sizdən gözləyir. xəbərdar deyəndə bu sizi hələ ki vecinə almır abi. Siz yəni o adam vecinə deyilsiz bu dəqiqə. Heç də bilirəm vecinə deyil. Sadəcə yəni bilir ki biz gəlirik necəsə. Hardasa güya bilir. Heç də elə belə. Yəni normal amma nəysə. Okey. Vəziyyət budur burada hazırda. Bu gün də bölümü bağlayıram. Yanımızda Yusif İmranov var idi. Kənan Yusif Səfəri, Targaryen. Yusif Targaryen var idi. Yusuf Targaryen, xahiş edirəm. Olar Yusuf Targaryen. Sahib Axsaçyan var idi bu gün yanımızda. Axtasın nə də olar. Aqib Ələkbəryan var idi və Kənan Cəfəryan da bu gün bizlə idi. Cəfəriyel qəşəng oturdu ya bu. Cəfəriyar. Kənan bilirsən niyə kim oturub? Bir də dayday var ya belə oturur ya. Videolar çəkilir. Nə daydı Allah. İkinci dayı. O kimi oturur bir də. Baxdığınız üçün təşəkkürlər. Gələn bölüm daha maraqlı bölümlər olacaq, yəni daha maraqlı hissələr olacaq. Ümid edirik. Ümid edirəm, mən bilmirəm. Mən bir dənə döyüş yerindən çox maraqlı oldu. Ora belə çox ürəyimə işlədi. Kənan. Orada da əsas məsələ nə idi? Aqil addım atmasaydı, qızı arxadan gəlib ağzını bunu şey eləməsəydi, biz növbəti o tanklardan istifadə edib Osmanlı belə şürküt eləmək zat səhnələrimiz, o planlarımız yəni baş tutmayacaqdı. Aqilə bunun üçün təşəkkür edirəm. Hər nə qədər planını bəyənməsəm də, Təşəkkürlər. Çünki komandanın digər üzvlərini Göynər rəy. belə şey eləmək lazımdır ki, arada bir tərifləmək lazımdır ki,
o kapitandan bezməsinlər, qaçmasınlar. Kənanın da bizim Nemomuzun Hə, da mənim onsuz da səndən qaçma ehtimalım yoxdur. 28 ildir ömrümdəsən. Qaçsaydım yenə qaçardım da. Elə bil ki, belə 1-5-yə doğulublar. O 28 ildir. Şey. Nemo- Tamam. Nemo da tək döyüşürdü iki rəqiblə bir ara. İnşallah bir dəqiqə qoy yayını bağlayım sonra söhbətlərimizi. Bağlayarsan da yayımda bunları demək lazım. Tamam, Aynen. de. Nemo da bir ara tək döyüşürdü iki rəqiblə. Onu da alqışlayıram, yəni halal olsun. Sona qədər döyüşdü falan. Nosu gicdədi, amma yaxşı bağladı axırında. Onu da Nosu da öpürəm. İnşallah gələn oyunlarda daha belə qəşəng planlarla hərəkət. Yanağın gətirdi ki, öpəsən. Öpürəm. Ya nasıl burnu yetədi ya burnumu göstərin. Aynen, yaxşı. Tamamdır abi. Burnumu ekrana soxma. Hələlik 3-cü bölümdə Hələlik. görüşənədək bizi gözləmədə İnşallah. qalın. Biz özümüz də gözləyirik.